Salam hörmətli izləyicilər, Hüseyn Cavidin Acı Taleyev. Hüseyn Cavid bildiyiniz kimi esserini tərifləməkdən və Stalinə məthiyyə deməkdən imtina edib. O 1918-ci ildə Mişkinaz adlı bir xanımla ailə həyatı qurur. Lakin Mişkinaz xanım savadsız, təhsilsiz olduğu üçün Hüseyn Cavid ona evində dərs deməli olur. Hüseyn Cavid nəzərinizə çatdırım ki, 57 yaşında sürgün olunur. 1920-ci ildə Mişkinaz xanım ağır xəstələndiyi üçün Hüseyn Cavid evində olan bütün kitabları sataraq onu müalicə elətdirir. 1921-ci ildə Tomris adlı oğlu 10 günlük olarkən ağır xəstələnir və dünyasını dəyişir. Üstəgəl də Tiflisdə hərbi xidmətdə olan digər bir oğlu Ərtuğrul isə orada xəstələnir. Hərbi xidmətdə Naxçıvana gətirilsə də dünyasını dəyişir. Beləliklə də Mişkinaz xanım çox ağır bir duruma düşür. Evi dolandırmaq üçün və o cümlədən də Sibirə Hüseyn Cavidin yanına gedib gəlmək üçün evində olan bütün qiymətli əşyaları satır və o cümlədən də yaşadıkları evdən qovulur. Bildiyiniz kimi Hüseyn Cavid 1941-ci il dekabrın 5-də dünyasını dəyişir. Onun 1941-ci ildə yazdığı məktubu 1942-ci ildə almaq mümkün olur. 1982-ci ildə Hüseyn Cavidin 100 illiyi ərəfəsində Ulu Öndər Heydər Əliyevin göstərişinə əsasən onun cənazəsi Sibirdən Azərbaycana gətirilir. Nümayəndə heyəti ora göndərilir. Taşet şəhərində məhbus əlillər evində onun sənədləri axtarılır, tapılır, qəbir yeri müəyyən olunur. Orada olan digər məhbus Azərbaycanlılar da onu dəfnində iştirak ediblər, onu üzü qibliyə dəfn ediblər və beləliklə də onun cənazəsi Azərbaycana, Bakıya gəlir və bir neçə gün burada qaldıqdan sonra Naxçıvana aparılır və orada dəfn olunur və onun qəbrinin üzərində mavzoley tikilir. Həmin mavzoleydə onun həyat yoldaşı və oğlu da orada dəfn olunur. Hüseyn Cavidin dəfnində qızı Turan Cavid də iştirak edir. Qızı Turan Cavid də 2004-cü ildə dünyasını dəyişir və o da həmin yerdə dəfn olunur. Allah hamısına rəhmət eləsin. Kanalıma abunə olmağı unutmayın. Videonu bəyənin, paylaşın ki, daha çox insanlar xəbərdar olsun, bilsinlər ki, belə bir hadisə baş verib. Sağ olun, diqqətinizə görə təşəkkür edirəm.